Selamun Aleyküm, hər vaxtınız xeyir, hörmətli izləyicilərim. Qarşınızda Eca Gelius modelində deməli, ana sensorun bağlantı hissələri var burada. Bunlarda ömür boyu belə bir problemlər olur. Demək olar ki, bunların ən zəif yerləridir. Bu prokladkalardan, bu rezinlərdən həmişə bu yığılır və başlayır su buraxmağa. Belə vaxt buradan bu hala salır. Eğer sizde de kombi Eca Gelius veya Eca Proteus Plus modelidirsə, mütləq bu qaydalara riayət edin. Ustanı vaxtında dəvət edin ki, bu bağlantı hissələrində olan keçmələrdə, daha doğrusu bu prokladkalar dəyişilsin, bu rezinlər dəyişilsin ki, su gələcəkdə buraxmasın. Bu qədər. Diqqətinizə görə sağ olun.